Hamınıza salam dostlar. Mən bugünkü videomda mənə ən çox gizemlilər arasında yarış olur. Mənə ən çox kim tanıyır və onu yazacağıq. En çok sevdiğim maşın adı yazmalıyam. İndi isə mənim ən çox sevdiyim maşın adı yazırlar 2-dən gizemlər. İndi isə başlasınlar. Bu arada burada qardaşım var. Bəli, indi yazıb qutarandan sonra ən sevdiyim maşın adını deyəcəm. Ən sevdiyim maşın adı Opel'dir. İndi isə başlayaq. Ən birinci gizemli verdi. Bentley. Ben sevdiğim Bugatti. Bu birisi gizemler de Bentley yazıb. Ama Bentley mən değil, sevdiyim Bugatti. maşın. Bugatti. Ha, Bugatti. Veyron. Veyron özü də. Hə, Bu mənim deyil. sevdiyim. Mən sevdiyim maşın Opel'dir. İndi isə ən sevdiyim ayı yazacaqlar. Ayı yox, ayı deməyək, fəsil. Ən sevdiyim fəsil yazacaqlar. Gizemlərlər yenə hələ ki yazırlar. Bu arada kanalımıza abone olmayı, like atmayı və bildirimləri də açmayı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. Hələ ki yazırlar. İndi isə mənim ən sevdiyim fəsil yay fəslidir. İndi isə birinci gizemlər verdi. Yay. Ben de sevdiğim. 1-0 oldu. Ben de sevdiğim. Bu gizemlər də yazıb, bu gizemlərin də düzdür. Yay yazıb. İndi isə mənim ən çox sevdiyim rəngi yazacaqlar gizemlərlə. İndi isə hələ ki yazsınlar. Kanalımıza abunə olmayı, like atmayı, bildirimləri də açmayı unutmayın. Ən sevdiyim rəngi yazacaqlar dostlar. Bu arada siz de kanalımıza abone olmayı, like atmayı və bildirimləri də açmayı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. İndi isə mənim ən sevdiyim rəng qara rəngdir dostlar. İndi isə birinci gizemlər verir. Sen oyna bir Bəli, yalan qara rəng. İndi isə amma mənim ən sevdiyim iki dənə rəng var. Daha İki yaşlıydı. rəng var. Biri də şeydir ağ. Dostlar, ağ var və hələ ki Yaşıl yox. Hələ ki 2-2-dir dostlar. Gizemlərlər gedirlər 2-2. İndi isə mənim ən sevdiyim oyunu yazacaqlar dostlar. Bəli dostlar, siz də mənim hələ ki yazsınlar. İndi deyəcəm ən sevdiyim oyun hansıdır və oyunu PlayStation-da oynayıram dostlar həmişə və ən çox sevdiyim oyundur dostlar. İndi isə gizemlərlər yazsınlar. İndi isə indi yazıram. Mənim ən sevdiyim oyun GTA 5'dir. GTA 5. İndi birinci gizemlər verdi. Nə? Yanda. Futbol, onu da sevirəm. Amma Mən də ikinci gizemlər düzgün tapıb, GTA 5. O düzdür. İndi isə bu birisi gizemlər 3, bu birisi gizemlər 2 oldu. İndi isə mənim ən sevdiyim gizemlər 50'dir. İndi isə mənim ən sevdiyim yeməyi yazacaqlar dostlar. İndi isə başlasınlar. Yəni ki bilərlər də ən sevdiyim yemək nədir? Nədir? Ben de o sevdiğim. Biləcəklər olsa mən bilirəm. Ben yazdım. Ben Siz də kanalımıza abunə olmayı, like atmayı və bildirimləri də açmayı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. Hələ ki yazırıq. İndi isə gizemlərlər yazdıqdan sonra götürəcəm. İndi ən sevdiyim yemək hamburgerdir dostlar. İndi isə yazıram. Ben de. Nədir? Kotlet çabab. Kotlet çabab değildi, hamburgeriydi. İndi isə içincə də yazıb çabab. Sən bundan Amma sonra çababı kebab da sevirəm. Çababı da çox sevirəm. Hətta bu da sayılsın. Ona görə bu birisi gizemlərli 3, bu birisi gizemlər 4 olsun dostlar. İndi isə mənim ən sevdiyim... Bir de çabab yemə. Mənim ən sevdiyim fənni yazsınlar dostlar. Ən sevdiyim fənni.
məktəbdə, yəni məsələn, Nə riyaziyyat da yazmalıyıq? Azərbaycandır. Ən sevdiyim fənni yazmalıdırlar dostlar. Şeyler. Ben de o yazdım. Yaz. Ben yaxşı tanıyıram demişəm. Bəli dostlar, indi isə Fen. Az dili, rus dili, ingilis dili. bəli dostlar, indi isə mənim ən sevdiyim fən riyaziyyat fənnidir. Ona görə də zarafat edirəm, mənim ən sevdiyim fən idman dərsidir. Ona görə də birinci Gizemli versin. İdman dərsi düzgün tapıb 5-5. Bu birisi Gizemlərdə idman yazır. Bu da düzdür. Olur 5-6. 5-6 əgər səhv eləmirəmsə, ya da ki 4-5 olur. 4-5. Bu Gizemlər 4, bu Gizemlər 5. İndi isə mənim ən çox sevdiyim futbolçunu yazacaqlar dostlar. Hələ ki yazsınlar. Özünüz də bilərsiniz. Amma 2 dənədir. 2 dənədir. Biri Qarabağda oynayır, biri də Minden 7 oynayır. Bəli, mənim ən sevdiyim futbolçu 2 dənə idi. Birincisi Portekizdə oynayan Cristiano Ronaldo, ikincisi isə Qarabağda oynayan Real Sus, yazmayın. İndi isə Qarabağdan bilmiyorum. Cristiano Ronaldo bu əli utdu. Sakallı olan var uzun olan. Onun adı nedir? Mənim ən sevdiyim Bilmiyorum. futbolçu indi isə bu birisi əl verir. Mənim ən sevdiyim futbolçu Juninho deyildi, amma Juninho da var idi. Ən sevdiyim Tural Bayramov idi. Tural. Tural Bayramov. İndi isə bu birisi Gizemlərdən də alaq. Bəli, Ya düzgün axtardım da, bunu tapıb. tapamıyordum. Tural, bir dənə də Cristiano Ronaldo dostlar. Düzgün tapıblar. İndi isə mənim ən çox sevdiyim, Bəli dostlar, əlim də idi, qardaşım elədi daha doğrusu. İndi isə dostlar, mənim ən çox sevdiyim telefon markasını yazacaqlar dostlar. İndi isə mən yazıram. Yazırlar. İndi isə Həsən yazır, yeni Gizemlər. Bəli dostlar, hələ ki yazırlar. Biz də burada dayanmışıq. Bəli, indi isə deyəcəm mənim ən çox sevdiyim telefon markası nədir? Təbii ki də mənim ən çox sevdiyim telefon markası Demə yazmamışam. Hələ ki dayanmışıq. Siz də kanalımıza abunə olub, like atmağı və bildirimləri də açmağı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. İndi isə versinlər. Mənim ən çox sevdiyim telefon markası Redmi-dir. Bu nədir? Samsung yazır. Uduzur. Apple'da saçma aldım. Dişləməyi unudub. Apple yox. Apple'ın dişləməyi unudubdu. Apple yox. Dişləməyi də unudub əslən. Mənim amma ən çox sevdiyim telefon markası Həsən mən deyəndən sonra tapdı. Hələ yazmamışdı. Ona görə hər bərabərdirlər 5-5-dir. İndi isə mənim ən çox sevdiyim nə deyək dostlar? Mənim ən çox sevdiyim hava şəraitini yazsınlar dostlar. Yazsınlar. Bizdə. Bu arada dostlar, kimin evində PlayStation varsa, onlar da kanala abunə olub, like atmağı və bildirimləri də açmağı unutmasın. Bəli dostlar, indi isə Gizemlərlə. Bəli. Yavaş Bəli. İndi isə ən sevdiyim hava dərəcəsi. Hələ Görürsünüz bunu dostlar, bu. Yağışlı, qarlı, sulu, günəşli. Bəli dostlar. Siz də kanalımıza abunə olub, like atmağı və bildirimləri açmağı unutmayın. Bəli dostlar, mənim ən çox sevdiyim hava günəşli, isti. İndi isə birinci əl versin. Günəşli. o elə mən yazmışam. Bəli, indi isə bu əl tutdu. İndi isə ən sevdiyim havanı bu yazır.
Bu neydi? Bu da günəşli. Utdular hələ ki 6-6-dır. Şotsa ondan. 30 dərəcə, 30 dərəcə. Bəli, indi isə başlasınlar. Mənim ən çox sevdiyim nə olsun? PlayStation, nə olsun? PlayStation. Yo, yo, yo. Mənim ən çox sevdiyim kitabı yazsınlar dostlar. Ən çox sevdiyim kitabı. Başla. Mən yazdım. Gəl dostlar. İndi isə versinlər. Mənim ən çox sevdiyim Mən verdim. kitab Başsız adlı kitabıdır. Bəli. Həsən yazıyorum. Həsən prosta. Həsən prosta. Sən yazım. Yazım ki adsız başlı. Bəli ama bu el başlıq. Kuti. İndi isə bu el 7'dir, bu el hələ 6'dır. Yəni məsələlər düzün yazardın. İndi sən mənim ən çox sevdiyim heyvanı yazsınlar dostlar. Ən çox sevdiyim heyvanı yazsınlar. Yaz. Bəli. Ən çox sevdiyim heyvan 3 dənə dostlar. 3 dənə. Hələ ki deməyəcəm. Yazsınlar, qutarsınlar, sonra deyəcəm. Kanalımıza abunə olmayı unutmayın ki, videolarımızdan xəbərdar olasınız. Hələ demə ya. İndi isə mənim ən çox sevdiyim heyvanı deyəcəm. İndi isə mənim ən çox sevdiyim heyvanı deyirəm. Ən çox sevdiyim birincisi 3 dənə demişdim. Birincisi it, ikincisi pişik, üçüncüsü isə göyərçin idi dostlar. İndi isə birinci Gizemli versin. O mən. Nə yazır? Göyərçin. Tutdum. Getdi. Bu birisi nə yazıb? İt yazıb. Və dostlar bunlar hələ ki bu birisi 8-dir. Bu birisi şey udmağa doğru gedir dostlar. Təzə şaxı götürün İndi də. sən mənim İndi sən mənim ən çox sevdiyim, ən çox getmək istədiyim ölkəni yazsınlar dostlar. Heç özüm bilmirəm ən çox sevdiyim ölkəni. Mən yazdım. Bəli dostlar, indi isə mənim ən çox getmək istədiyim ölkə Türkiyə idi. Yazıblar deyəm. Nə yazıb? Türkiyə, Amerika, bəli düzdür. Və bu əldə yazıb Türkiyə. Bəli dostlar, bu əl 9 olub. Əgər bir daha da uçsa, o qalib sayılır. Bu əl amma hələ ki 8-dir. İndi isə mənim ən çox sevdiyim ən çox sevdiyim ən çox sevdiyim məsələn markanı yazsınlar. Məsələn Adidas, Nike, məsələn elə yazsınlar. Dostlar elə yazırlar. İndi isə mən yazdım. Mən deyəcəm mənim ən çox sevdiyim Hələ vermə. ən çox sevdiyim marka dostlar təbii ki də Adidas idi. İndi isə bu bir şey yazıb. Nike yazıb, uduzub. Amma bu Adidas yazıb və Adidas yazıb. Bəli dostlar, 9-9 udan qazanır. Bəli dostlar. 9-9. İndi isə mənim. Nə yazsınlar dostlar? İndi isə dostlar, mənim GTA 5-də bilirsiniz də, yəni ən sevdiyim oyun idi. GTA 5-də ən çox
xoşladığım adamı yazsınlar dostlar. Ən çox sevdiyim adamı. İndi isə gəlirəm dostlar. Bəli dostlar, indi isə başladıq. Mənim ən çox sevdiyim GTA5'də karakter təbii ki də Franklin idi dostlar. Və Franklin yazır, bu da Franklin yazır. Və desəz ki, ikisi də axı eyni xaladır. İndi isə finala qalırlar dostlar. Mənim ən çox sevdiyim soku yazırlar. Soku məsələn çay, su, onu yazırlar dostlar. İndi isə bəli dostlar, yazırlar. Bu arada siz də bizim kanalımıza abunə olub like atmalı və bildirimləri də açmağı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. İndi isə mənim ən çox sevdiyim soğuk və yaxud da çay, su, ən sevdiyim qırmızı Fanta idi. Demək olar Fanta. Və yazır ki, Mən də kola. Kola yazır. Bu da kola yazır. Təəssüf ki, heç birisi udmadı. İndi axırıncı yarış edəcəm. Nə yarış edək? Gəlir. En sevdiğim bayram. Bəli dostlar, mənim ən çox sevdiyim bayram yazsınlar. Ən çox sevdiyim bayram təbii ki də. Demə. Ben yazdım. Diyan. Yok, dayanmasın. Ne? Ha, şuraya bırak. Yazırlar. Yer bırak. Yazırlar. Ben vereceğim de ona. Ha, ver. Ver. Ne dedi? 9 may bayramdır. Ha, 9 may bayramdır. Ha, yo, mənim ən çox sevdiyim bayram Novruz bayramıdır dostlar. Bəli, 9 may. Biliyorsun. Yeni. Ne oldu? Ama yeni il. İndi isə ən çox sevdiyim dostlar ayı yazsınlar, ayı. Biraz hastayım. Ən çox sevdiyim məsələn sentyabr, oktyabr onu yazsınlar dostlar. Onu yazsınlar. Videomu bitirmək lazım diye bu nə qədər sürəcək? Bəli dostlar, indi isə mənim ən çox sevdiyim ay. Dinle. Sentyabr. Bəli dostlar, ikisi də eynidir. İndi nə yazsam? İndi isə mənim ən çox sevdiyim şirniyyatı yazsınlar dostlar. Məsələn, Ha, demə, dayı, demə. konfetlər məsələn. Ya sen biraz geldi o. Bəli dostlar. Dostlar, indi şey yapırlar. Biz də oynayırıq oyunumuzu, oynayırıq. Baxın, oynayırıq. Ha. Ne? Leys. O, en çok sevdiğin şirniyat. Ən çox sevdiyim şirniyyat təbii ki də ən çox sevdiyim şirniyyat tartılı da tort kimi bir şeyler olur. Mən ən çox sevdiyim şirniyyat odur. İndi isə baxın. Tort, dondurma. Bəli dostlar, bu qalibdir. İndi isə o versina baxaq. O verisi isə yazanda özüm de güldüm dostlar. Leys. Leys. Poçanlar şirniyyat olur və mənim xəbərim yox. Bəli dostlar, qalib bu əl oldu. Salam da versin. Sərdə yazır bəli. Sağ ol. Məni ən çox tanıyan əl bu əlmiş. Salam. Ha, indi isə dostlar, bugünün videomuz bu. Kanalımıza abunə olmayı. Üzümlü sayın, biraz sıkıntılar oluyor arkadaşlar. İndi isə bugünün videomuz bu kadar idi. Kanalımıza abunə olub, like atmağı və bildirimləri də açmağı unutmayın ki, videolarımızdan xəbərdar olasınız dostlar. Bugünün videomuz bu kadar idi. Sağ olun, sağ olun dostlar.